Xeyir olsun. Ölkədə deyil, baş verən bu dimin sınaqlarından sonra yaranmış vəziyyətlə bağlı artıq istədim ki, bir müəllim olaraq mən də öz fikirlərimi paylaşım. Paylaşmamışdan öncə həqiqətən də demək istəyirəm ki, əvvəlki illərin buraxılışlarını işləyən bir şagirdlər belə vicdanla şəkildə danışsalar, bu iki buraxılış suallarının 18-19 dənəsi əvvəlki illərin 18-19 dənəsindən qat-qat asandı idi. Bu, yəni burada həqiqətən də dimi günahlandırılası bir hal yox idi. Söhbət mənim riyaziyyat fənnimlə bağlı olan yaranmış vəziyyətdən söhbət gedir. Və mən yəni dediyim fikrin arxasında da dururam. Mən əminəm ki, mənim müəllim həmkarlarım da mənim kimi bu fikrin ötəsindəndir. Getdikcə şagirdlərimiz zəifləyir və istəyirlər ki, əldə elədikləri hər bir biliyi saniyələr içində işləsinlər və uşaqların 80% hal-hazırda bu vəziyyətdədir ki, ev tapşırıq istəyirlər yazmadan, sualın üzünə baxaraq cavab tapsınlar. Və bu da uşaqlar həqiqətən də nəticəni aşağı salır. Bilin, bunu da agah olun. Nə qədər çox tez çözsək, həll etsək, biz o qədər birlikdə yuxarı nəticəni əldə edirik. Bu belədir, bu belə qaydadır. Amma digər fənlərlə yaranan problemlərdən dolayı riyaziyyata vaxt çatdırmamışsınız, okey, buna razıyam, deyə bilərəm, stresə düşə bilərsiniz, zaman ayırmamışsınız, bəli, bundan razılaşa bilərəm. Amma ki, suallar çox çətin idi, belə ölkədə bir də suallar olmayıb. Vallah, yəni bu həqiqətən də dimə qarşı olan, riyaziyyat fənninə qarşı olan ən böyük haqsızlıqlardan biri olardı. İndi isə valideynlər çox narahat edən, 9 mart çox çətin idi, 15 martın riyaziyyatı asan düşdü, uşaqlar yaza bildi, bizim uşaqlar belə qalacaq. Gəlin indi sualları qarşılaşdıraq. Birinci başlayaq vuruqlara ayırma bölməsindən ilk suala. Burada məsələn, vuruqlara ayırma bölməsinin 61-ci sualda kvadratlar fərqi düsturudur. Eyni qaydada burada da kvadratlar fərqidir. Məxrəcdəki vuruqlardan biri ixtisar gedirdi. Sadəcə birində dəyişənlərlə olan kvadratlar fərqidir. Birində isə olan sırf ədədlərdən ibarət olan kvadratlar fərqi sualı. Gəlin 15 mart düşən funksiya sualına baxaq. Fx bərabərdir 2x plus 3, x kvadrat plus 2. Absisin yerinə 3-ü qoyub deyir ki, funksiyanın qiymətini tapın. Gəlin baxaq. Bizdə necə deyərlər, 9 martda buraxılışı hansı tip sual düşmüşdü? Belə bir mövzuda sualımız, funksiyalar mövzusundan ümumiyyətcə funksiyalar mövzusundan sualımıza gəlin baxaq. Deməli uşaqlar, 81-ci sual əslində mən deyərdim ki, mən bu sualı nəyə görə bəyəndim? Bir mövzuda, bir sualda, əslində bu 81-ci sual həqiqətən buradakı bu sualımız bloka da yaxın bir sualdır. Niyə görə? Burada nə var? Kvadrat tənlik var, funksiya var və düzbucaqlı üçbucaqda proyeksiya düsturu var. Yəni bir sualda 3 qayda. Buradakı məsələn ayın 9-undakı bir dənə funksiya sualı daha çətin idi. Getdik 63 trapesiya sualı. Burada dördbucaqlar bölməsinin suallarından deməli bizdə uşaqlar dördbucaqlar bölməsindən burada düzbucaqlı idi, çox asan idi. Elə burada da trapesiyadır. Hündürlüyü də heç tapırıq. Hündürlük üzərində verilib sahədir. Yəni həqiqətən də ikisi də eyni asanlıqda olan bir sualdır. Gəldi 64. Burada çoxluq sualıdır. Burada çoxluq sualımız belədir. Burada isə çoxluq sualımız uşaqlar. Deməli, gəlin baxaq. 64-cü suala qarşılıq olaraq bizim çoxluq sualımıza baxaq. Deməli 64-cü, baxın burada bir çoxluq sualımız buydu. Eyler-Venn diaqramında verilmiş çoxluq məsələsi idi. Bu bir. Amma burada bir dənə də çoxluq məsələmiz var uşaqlar. Gəlin baxaq, onu da göstərim ki, ehtimal nəzəriyyəsinə bağlı olan çoxluqlar sualımız. Çoxluqlar nəzəriyyəsinə aid olan sualımız. O sualımız səhv et. Mən indi gəlin baxaq. Baxın bu. Sual, bu sualla 70 ilə 85-ci sual. 70 daha çətin idi, nəinki 85-ci sual daha rahat olardı. 70-ci sual nisbətən 85-ci sualdan daha çətin idi. Getdik, davamını gedək uşaqlar. Sonra gəldi 65-ci sual. Yenə vuruqlara ayırma bölməsinə aid bir sual idi. Burada vuruqlara ayırma bölməsinə deyil, belə deyim, cəbri kəsirlər mövzusuna aid ikinci bir sualımız yox idi. Yox, elə bir dənə buydu. Amma burada 2 dənə vuruqlara ayırma bölməsindən sual düşüb. Belə deyim, əslində asandır. Bəli, asan demək olar. 66-cı sual asan sual idi. Burada da 68-ci sual. Vallahi uşaqlar, ehtimal nəzəriyyəsinin, yəni birləşmələr nəzəriyyəsinin ən asan, ən sadə suallarından biri idi. Məncə razılaşaq. Gəldi 67-ci suala. Rövlərdə işarənin tapılması
Gəlin baxaq. Rüblərdə işarənin tapılması 71 sinus 60 çıxsın kosinus 30 sualı bundan da qat-qat asandı idi. Yəni çünki uşaqlar rüblərdə işarəni qarışdıra bilirlər, amma sinus 60 ilə kosinus 30 məşhur bucaqlar olduğu üçün uşaqlar birbaşa yerinə qoya bilərdilər. Sonra keçdik 68-ci suala. 68 vallah billah, yəni bunda yenə danışaq, gəlin səmimi olun uşaqlar. Yəni biz necə günahlandırmaq üçün günah yazmayaq, gəlin. 16 üstü 0 üstü 36, 16 0 014. Yəni burada da yenə natural su qüvvət bölməsində əsası eyni olan qüvvətləri varkən üstlər toplanılır. Burada isə əsas üstündə 2 dənə qüvvətin hasili tapılır qaydası idi. İkisi asan sual idi. İkisi kvadrat düzdür, kvadrat kökə gedib çıxırdı, amma asandır. Düzbucağın diaqonal sayını tapın. Burada da düzbucaqlı neyi var idi uşaqlar? Belə bir sual idi ki, eyni baxın bu 40 uzunluğu K olan düzbucağın perimetrini tapın. Görürsünüz necə sadə və 70-ci sualı artıq qarşılaşdırdı. 71-ci sual 4-cü rübləyə yerləşən A nöqtəsi apsixona qədər olan sadə bir sualdır. Koordinatlar metoduna aid olan bir sualımız idi. Asandı idi. İnanmazdım ki, bu qədər asan sual var idi. Burada isə bu tipdə bir sualımız var idi mi? Bəli. 84-cü sual orta nöqtə idi. Koordinatlar metodunda burada orta nöqtə düşmüşdü. Bu da asandı idi. Burada sadəcə nöqtələrdən mənfi olan seçmə, mənfi eləsin deyə K-nı seçəcəkdi. Burada isə yəni 15-də düşən asandı idi. Bu 84-cü sual nisbətən çətin idi. 72-ci sual çox asandı idi. Sinus kosinüsün tərifi idi. Topumuzun sualıdır. Burada da toplama teoremi idi. Toplama teoremi də asan formada düşmüşdü. Əslində uşaqlar məntiqlə 38 plus 18 var. Deməli burada 14 ilə 5 alına bilməz. Yəni cavabları çıxdaş edib belə tapa bilərdilər. 63-cü sual. Getdik 73-cü suala. 73-cü sual biraz orta səviyyəli sual idi. Yəni əslində 73 ilə 63-ü baş-başa, yəni bərabər götürmək olar. Sonra gəldik 74-cü suala. Oturacağın perimetri 15, yan teli 9, yan səthin sahəsi düzdür. Perimetrin P oturacaq vurasını H-dır. Bunu bilən şagird yazar. Burada da eyni prizmanın həcmi verilmişdi, hündürlüyü verilmişdi, prizmanın oturacağın sahəsi. Vallahi billahi belə sual hələ düşməyib buraxılışı. Yəni prizmadan bu qədər asan sual düşməyib. Əvvəl başa kubun şəkilləri verilirdi. Bu uzunluqları 500 metr və 300 metr olan bu məsələ biraz nisbətən çətin idi. Çünki bizim topumuzda bu sual yoxdur. Bu İbtidai ilmi kitabındaydı. Nisbətən çətin idi. Buradakı məsələ suallarına gəlin baxaq. Bizim məsələn 79 daha asan sual idi. 79 çünki keçən il belə bir məsələ var idi. Əgər yadında düşənlər varsa, A nöqtəsindən B nöqtəsinə səhv etmirəmsə, axın istiqamətində C-dən B-yə axın əksi istiqamətdə 34 kilometrlik yol idi. A-dan B-yə qədər 24 idi. C-dən B-yə qədər 10 kilometr idi. Qarşı-qarşıya 2 nəqliyyat vasitəsi gəlirdi, gəmi gəlirdi. Yəni belə bir məsələ idi. Yəni xəyali dedim mən sizə. Çox asan bir məsələdir. Yəni 75 birazcık düşündürə bilərdi uşaqları. Gəldik 76-cı suala. Mən 76-cı sualı ümumiyyətlə uşaqlara izah etməmişəm. T əvəzləməsi olan sual idi. Sadəcə birdən 2 üstü 3 yazıb 8. Qayda loqaritmada ən çox istifadə etdiyimiz qaydalardan biri T əvəzləməsi idi. Amma bizim 9 mart buraxılışımızda loqaritmik tənlik düşməmişdi. Üstü tənlik düşmüşdü. Baxaq, üstü tənliyimizdə üstü bərabərsizlik düşmüşdü daha doğrusu. Baxın belə bir sual idi. 75-ci sual daha çətin götürmək olar nisbətən getdik. 77-ci sual bərabərsizlik sualıdır. Bu daha çətindir deyə uşaqlara çətin gəlir, amma buradakı 73-cü sual daha asandır, sadə bir xətti bərabərsizlik, bu da kvadrat bərabər. Kvadrat bərabərsizlik uşaqlara qəliz gəlir, amma xətti bərabərsizlik çox asan gəlir. Sonra gəldik 78-ci sual. Deyərdim ki, mən 9 martda düşən loqaritma sualı daha asan idi. Hanı 9 martın loqaritma sualı hara getdi? 9 martın loqaritma sualı. Aha, baxın, çox asandır. Bu yəni 9 martda düşən 77-ci sual, 78-ci sual yanından keçə bilməz. Çünki bizim uşaqlar sadə belə açıcı kökləri görəndə çaşır. Onda qalmış burada loqaritma ilə kök qarışıb bir-birinə. Həyəcan verəsi bir, yəni həyəcan gətirəsi bir sualdır, amma asan sual idi. Yəni orta sual idi. Getdik. 79 katetlər 6 və 8 cm düzbucaqlı böyük katet ətrafında fırlanması. Konus öyrənən hər bir şagirdin mən əminəm ki, müəlliminin birinci sözü düzbucaqlı düzbucağın ətrafında fırlanmasıdır. Amma buradakı konus sualı birazca çətin idi. Bucaq da var idi, konus da var idi, oturacağın radisi var idi. Yəni sonra 80, burada 250 manat olan su filtrləri 1000 manatdır. Gəlin baxaq burada məsələ sualı. Buna nə qarşı qoya bilərik?
Əslində baxın, burada 80-cı sualla bu sualda qarşı-qarşıya qoya bilərik. Eynidir. 81-ci sual uşaqlar 9-cu sinif buraxılışına düşüb. 9-cu sinif buraxılışında bunun fərqli sualı keçəni düşüb. 3-cü zonaya düşüb. 81-ci sualda yəni çətin deyildi. Mən ümumiyyətlə uşaqlara həmişə məsləhət deyirəm və birində uşaqlar 9-cu siniflərdə məsələ həlli əgər uğurlu alınsın istəyirsə, əziz müəllim həmkarlarım, götürün bütün məsələn illərin 11-ci siniflərin məsələ həlli ətraflı yazı suallarını işlədin. Həmçinin də 11-lərə də eyni formada məsələ həllində uğur qazanmaq istəyirsinizsə, 2019-dan üzü bəri bütün məsələ həllərini 9-un buraxılışlarını da işlədin. Deməyin asandır, deməyin çətindir, deməyin orada nə var, işlədin. Yəni sual sualdır, amma bunu mən sizə bilərəkdən və həqiqətən də gərəkli bir məlumat kimi verirəm. 84-cü sualda deyir, bir hava yolu şirkətində tək istiqamətli və biletin qiyməti cədvəl diaqramla asan formada getsə, uşaq səbirlə işləsəydi, alına bilərdi. 85-ci sual deyir, baxın, burada 80-cı sualla başa-baş götürmək olarmı? Olar. Belə. Yəni, ümumən valideynlər, narahat olası bir vəziyyət yoxdur. Heç birində, wow, burada da, yəni, ikisində də səviyyə eynidir. Asan və orta suallar var. Çətin sual yox idi. Yəni, gəlin baxaq, kompleks ədəd indiyə kimi hər il buraxılışlarda olmuş bir bölmə idi. Bu iki buraxılışın heç birində görmədik. Trigonometrik tənlik hər il buraxılışlarda olmuş bir bölmə idi. Trigonometrik tənlik bu uşaqlara demək olar ki, düşmədi, yox idi. Əvvəlki uşaqlarından soruşun, görün o trigonometrik tənliklərdə necə cəbələşirdilər. Hətta belə suallar vardı ki, intervalda köklərin sayını buraxılışa salınıb düşürdü. Yəni, ona görə də sualları məncə biraz sakit qarşılayaq. Narahatlığımızı məncə biraz sakitləşdirək. Yaxşı olacaq hər şey. Nə uşaqlarımızı motivasiyadan salmayaq, nə özümüzü motivasiyadan salmayaq. İnşallah ki, yəni vəziyyət belədirsə, ümumən yadınızda saxlayın. Ellə gələn toy bayram datalar məsələmiz var ortada və inşallah ki, bunun axırı bloka da həvəslə hazırlaşırıq. Blokda bu vəziyyətimizi örtürük və hər şey də yaxşı olacaq. Yaxşı çalışın uşaqlar. Boluca testlər işləyin. Enerjinizi yüksək tutun. Bilin ki, arzu elədiyimiz arzuya çatmaq üçün yolunda yuxusuz gecələr də mübahdır. Yəni, heç kəs valideynlərimizdən belə soruşun, gəldiyi zirvəni asanlıqla əldə etməyib. Siz də eyni vəziyyətdə, eyni şəraitdə. Ona görə də yaxşı çalışın, blok üçün həvəsdən düşməyin və narahat olmayın ki, digərlərində asandır, bizdə çətindir və ya belə bir suallarla özünüzü yormayın. Adaptasiya olun bloka hazırlaşma. Videomu bəyənməyi, öz rəylərinizi kommentlərdə bildirməyi unutmayın. Hər birinizə xoş seyirlər.